birinci dəfə yazdınız, qəbul olmadınız, sonra yenidən hazırlaşdınız. Yenidən hazırlaşanda 600 neçə dediniz ikinci dəfə? 600 663. 663-ə. Aha, 660 ətrafında. O 60 balı artırmaq üçün. Çünki o 60 bal bu arada bəlkə də 500-dən 600 artırmaqdan daha çətindir. Çətin idi. Bəli. Onu edərkən nələrə diqqət etdiniz? Necə işlədiniz? Hansı texnikalar istifadə etdiniz? O texnikaları hardan öyrəndiniz? Müəllimləriniz dəstək oldu, yoxsa özünüz kəşf elədiniz? Eee, Tək xatırladığım, artıq bir yerdən sonra fərqinə vardım ki, bəzi mövzuları mən tam başa düşmədən digər mövzuya keçmişəm. Bunu bir neçə il hazırlıq dövrlərində də etmişəm. Hələ də yadımdadır. Azərbaycan dilindən tabeli, tabelisiz mürəkkəb cümlələr mənim ən çətinlik çəkdiyim mövzulardan biri idi. Mən onu həmişə keçəndə next eləyirdim. Başa düşmədən ötürürdüm. Yəni bir növ proqramı bütövlükdə yenidən işləyirdiniz. Hə. Gəldiniz ora çatanda deyirdiniz ki, bunu yaxşı başa düşmürəm, Hə. keçirdiniz. Və elədiyim ən növbəti. böyük səhvlərdən biri də düşünürdüm ki, tabeli, tabelisiz mürəkkəb cümlədən hərəsindən bilirəm ki, qəbulda bir sual düşəcək. Mhm. Bir sual düşə bilər. Onu da yazmasam heç nə olmaz deyirdim, Amma sizin amma şərtlər altında elə deyil. elə Çünki deyildi artıq. bəli. Sonra sadəcə ondan deyildi. Fizikadan vardı, kimyadan elə suallarım, yəni məni mövzular vardı. Hansı ki, mən əslində onlarda çətinlik çəkirdim. Bilirəm bilmədiyimi, amma özlüyümdə onları öz beynimdə ötürürdüm. Bəli. Amma son ildə artıq gördüm ki, bunlar önəmlidir. Həm də o ötürdüklərinizin sayı artıq bir Çox həddi olur. keçəndə artıq o elə həmin gəlir o 600-dən 660 arasındakı fərqi yaradır. Və əsas onun həqiqətən əziyyət çəkməkdir. Mən əziyyət çəkmədən o nəticəni əldə etmək istirdim əvvəlki illərdə. Amma son il mən həqiqətən əziyyət çəkdim. Son il mən oxudum. Tez dururdum, 5-də dururdum, 8. Mən son il artıq orta məktəbə getmirdim. Əvvəl həm orta məktəblə paralel yerirdim. Son il artıq mən məzun olandan sonra 5-də durub 8-ə 9-a qədər mən araqsız dərs oxudum. Çünki o vaxt sakit bir vaxt olurdu. Bir də ümumiyyətlə məhsuldarlıq baxımından da insanın ən məhsuldar olduğu vaxtdır. Sonra isə başqa şeylərlə yüklənirik və artıq bir növ daha qavramamız daha aşağı. Daha sonra ikinci il istədiyiniz ixtisası yazdınız, qəbul oldunuz. Yenə sonra hələ keçid balları çıxmadan əvvəl ümumi bir körtəbi hesablama ilə bu ilin keçid balları 665 olacaq dedilər. Və mən çox böyük stres altına girdim. Çünki mənim balım yenə çatmırdı və bu artıq mənə həqiqətən özümü çox pis hiss elətdirirdi. Digər heç bir ixtisası yazmaq istəmirdim. Sadəcə müalicə işini yazmaq istirdim. Amma elə oldu ki, keçid bal həmin il 662 oldu və mən bir balla keçmiş oldum.